Hayır. Hayır. Ne oldu? Mikhail. Nerede? Ne oldu? Tutmam sana da. Ne kadar ki biz sağır, hayata inamımız da büyük. Bunun özü yeryüzünde olan en möhkem, en məhrəm inam. Bilməyinə hamımız bilirik ki, heç birimiz bu dünyanı tutub duran deyil. Məhəbbət dolu, xoşbəxtlik dolu həyat yan yörəmizdən axıb gedir. Görürsən, 20 il yaşadıq, 30 il, 40 il yaşadıq. Bizə elə gəlir ki, əslində bizim yaşadıklarımız həyat deyil. Hardasa günlərin o tayında bizi bəzəyli, bayram kimi dadlı bir həyat gözlü. Sanki bizim bu vaxta qədər yaşadığımız aylar, illər irəlidə bizi gözləyən həmin o ömrə hazırlıq edir. Bu vaxtacan bilməmişik. Bu adamlar, bu dünya gözəlmiş. Elə bu dəmdə neysə nagahani bir varlıq yaxamızdan yapışır, deyir ki, o vaxtacan bu ömürlə yaşadığınız yetər. Haqq hesab çəkməyin, vaxtı gəlib çatır. Bizim Tatyana bugün gelmez. Deyirəm gözləməyək də. Oğlum, bugün hardan geldi? Telegramı dünen alıpsa, bugün teyyareyle uçup, şimdi yəqin oturup rayondan maşın gözləyir. İndi maşın hardan da basıdı, oldu ha. Yəqin sabah olar. Sabah ha. Yaxşı, qaldırın görək. Hoş gəlmişik. Toqquşura. Toqquşduraq da, yasa gəlməmişik ki. Ağzını xeyirli aç. Açdım yatmadım, nə dəxli var? Götür geçsin. Gör nə vaxtdan bir yerdə oturmamışıq. Deyib Tatyana yoxdur. Tatyana da burada olsaydı, elə bil biz heç o vaxtdan bir yerə tərpənməmişik. Əvvəllər də burada yiyişərdik. Mən lap öz yerimdə oturmuşam. Varvara, sən də. Mikhail da həmçinin. Nadia Tatyana'nın yerindədir. Bircə İlya biz oturuyor. Burada anam otururdu. Hərəmiz bir dərə deyil. Bu da deyir ki, bir yerə tərpənməmişik. Arada bir bizim Varvara baş çəkir. O da ki, kartofdan, kələmdən, zapdan nəsə bir şey lazım olanda. Elə deyil. Sizin iyiniz sorağınız da gəldirir. Varvara elə var ki, yaxınlıqda yaşayır. Elə danışırsınız ki, elə bir Moskvada yaşayırsınız. Qohum qardaş gəzirini bilən lap bir 40 gün
Atam da gələr var ha. Niyə elə deyirsən? Varvaran deyib danışmağa ixtiyarı yoxdur. Bəlkə Varvaran səsini almısınız? Ya Varvar adam deyil. Varvaran canı çıxar. İldə neçə kərə yolları basa-basa gəlib anasına baş çəkər. Halbuki ailəm də səndən iridir. İmkanımı da Allah kəsin. Neyliyim? Neyliyim? İldə bir dəfə məzuniyyətim var, o da ki, həkimlərin əlindəyəm. Həmin bir cay getməsəm, bir boyu xəstəxanalardan ayağım kəsilir. Gəlməmisən də, düz deyir, gəlməmisən. Sən axırıncı dəfə bizə gələndə bizim Ninka'yı çanadan olmamışdı. İndi isə düz 6 yaşı tamamdır. İlyanın da şimaldan gələndə bizlərə baş çəkməyiydi. Onda Nadia Ninka'nı təzə döşdən ayırdı. Gedim uşağı yatışdırım. Ay qız, uşaq bu boyda iclası burada görüb yatar heç. Gəlin deyirəm uşaqlar, birin də aşağı geçsin. Qalsa turşuyacaq. Bu belə. Arvad orada ölüm ayağındadır. Bunlar burada keflərindən qalmırlar. Bəlkə əlinizi qulağınızın dibinə qoy bir mahnı da oxuyasınız. Oxuyarım. Lazım bilsək oxuyacağıq. Hələlik içməyi lazım bilir. Var. Bax. Bu elə bir məsələdir ki, hər şeyə yaraşır, özü də lap yerinə düşür. Sizə baş qoşdum qutardı. Göbələk tamam yadımdan çıxıb. Elə gətirmişdi ki, Nadia bu evə ayaq basanda qalanları bu evdən çıxıb getmişdi. İndi evin sahibəsi o idi. Yerdə qalanları qonaq. Havaqdan da saxlamışam evə gələn olan. Amma bilmirəm dudu canına sinib ya yox. Gəl indi göbələklə də içmə də. Düz demirəm var. Sizə nə var? Göbələklə də içirsiniz, çiyələklə də. Varvara uşaqların ən böyüyüdür. Anasının bir xasiyyəti ona da keçib ki, bir-birinin dalınca doğub, töküb. Varvara öz oğlu uşağından çox da xeyir görmüyor. Əksinə, onları böyüdü barıya, ərsiyə gətirənə kimi onunki ona gəlir. Göbələk! Ta! Dadı tamı da yadımdan çıxır. Elə bir 100 ildir görmürəm. Dünyanın işinə bax da. Baxsan deməzsən ki, bunlar doğma bacıdırlar. Allah ondan oğlu uşaq payını əsirgir. Müharibə bitən kimi çıxıb gedib şəhərə. Elə orada da özünə görün baxım eləməyi öyrənir. Göbələk. Bax, bu. Aləm niye baba. Bunu da ötürürsən bax. Ha? Oldu. İlya əskərlikdən sonra 10 il şimalda yaşayır. Elə orada da evlənib, özünə bab bir arvad alınmış. Biraz keçib, arvad yeyib kökəlib olub 2 İlya boyda. Beləsinin yanında İlya dayanar. Hətta oradan bura xəbər də gəlib çatıbmış ki, arvad kefi gələndə İlyanın aşının suyunu da verir. Gəl indi göbələklə də içmə də, hə? Bilirsən ki, göbələksiz quru getmir. Atalar deyiblər, birinci oğul Allahındır, ikinci padşah. Çöreğin üçüncüsündən gəlir. Anaları Allah'a da, padşaha da pay çox vermişdi. Qalmışdı üçüncüsünün yanında. Ömrünün axırını yaşayır. Bircə göbələk yığmağa gedə bilsəydik. Bilmirəm, sən bura göbələk yığmağa gəlmisən, yox. Vara. Səndən danışmaq üçün gərək bir batman bal yeyəsən. Böyük olanda nə olar? Hər söhbətimizə hukuk qoyursan. Biz uşağıq. Neylədiyimizi bilmirik.
sizə qaşınız var deyən yoxdur. Dayı, mənim üstümə niyə çımxırırsan? Mən çıldıram. Yox, mən. Göbələyin dadına baxın. Çox sağ ol Nadya. Mən öz payını yedim. Bir də ki, belə şeyləri mərdən buradan yaddan çıxardım. Düşər düşməzi olar. Göbələkdən qarnına heç zad olmaz. Neyniyəcək mədiyə? Nə oldu buna? Söz demək olmur. Yaman nərmə nazi olublar. Ya, Sen ondan şəhərli dilində danışlar, yoxsa Lucia hara, qarın ağrısı hara. Mən şəhəri kimi danışa bilmirəm. Nə oldu? Kənddən çıxıb kəndin dilini bəyənməyim. Bilməmişdik. Bəlkə kəndin yadından çıxıb, ha? Onun kənd dili yadından çıxıb. Mən də ki, şəhər dili öyrənə bilməmişəm. Neynək? Ağzımıza salıb oturaq. nə xəbər? Nə bilim. Necə vardısa elədi. Nəfəsiz də gedib gəlir. Ay onun Ay qız! demişdim. Yox heç olmasa səhərəcən ölməyək. Gəlin yataq. Axşamın xeyrindən sərin şəri yaxşıdır. Düz deyirsən. Mən gedirəm yatmağa, hamama. Hamama niyə? Yatmağa da. Yatmağa da. Hamamda yaxşı yer var, entədən nağaramış. Döşəkdən Gedək. zaptan olsaydı. Qapılar. Dua. Eşitdin də Nadia? Bir şey olsa oyadarsınız. Ayadallar, nə yaxın var? Gel. Dikkat et. Sən mənə yaxın. Oh. Hamama yersən. Bugün yadıma düşdü ki, qara rəngli paltarım yox. Getdim parça aldım, daha tikməyə çatdıra bilmədim. Dedim, burada bir tane şükür edeyim. Gərək gecəni yatmayaydık. Oturub dərdləşərdik, söhbət eləyərdik. Ürəyimə damıb ki, xeyirliyə deyil. Luz. Ay Luz. Nədir? Yaz paltarını tikirsən? Gərək hər şey dilini alıb soruşasan. Mən nə dedim ki? Heç nə. Tikirsən tik də. Nəyimə gərək? Biraz oturub gedəcəm. Səninlə işim yoxdur. Gördüm. İlya. Biçim biri. Başını qaçırdı. Bir gecə yatmasalar görən nə olardı? Heç mənim gözümə yuxu gedər belə vaxtda. Baba, hər şeyi götür qoy eləyəm gərək. Ay Luz. Nədir? Bu paltarı aparacaqsan özünlə. Yox. Nədir? Tək
avuca nəfəsi qalmışdı. Uzunca ömrü boyu çaparaq gələn ürəyi hələ döyünməkdə idi. Amma hiss olunurdu ki, Dayonun son nəfəsi. Sabaha qədər çəkər. Dəyişdi mən ya. Geç otur. Ya, sen yadındadır bizim Natasha xala. Ha? O güclü arvad var idi, bağından oğurluq eləyirdik. Biz qaçırdıq, sen tuturdu. O Ha. güclü aradı. Vurmuştu. Əli də ağır idi ha. Vurmuştu beni. Amma o arvad da öldü də Ali ya. Yazıq. Canını güclə tapşırdı. Öldü. Ha. Öldüğü gün dizdən qar yağmışdı. Yazıq arvadı bastıra bilmir diye. Ne bileyim tonga uzat kalmıştı. Yadında değil sen de yastıydın. Yas vakti gelmişti. Yadın sana. Ha. Bastırma olmadı. Yazıq arvad. Yadımdadır. Ama bizim anamız. İlya. Deyirəm bizim anamız sen deyən pis qarı olmayıb, hə? Əxtinə bax. Gör necə gün çıxır. Hər ölənin belə bəxti olmur İlya. Ama düzelmeyle düzelip oldu. Düzələcək. Ne oldu? Sen ne diyorsun anamız bugün İlya, Allah'ın var günü bir şey olur da danışma. yoklayabilirim. Dünyanı tutup dayanmayacak. Kim dayandı ki? Ama ne bileyim adam pis olur da. Adam istemiyor. Hadi da İlya. Adam Esna. anladı. Bilirim. Adam istemiyor. Atamız ne vakti dünyadan köçüp. Şimdi de anamız Yaxşı da İlya. kalır İlya. tek başına. İlya yaxşı. İlya. İlya. Evet değil. Alacı değil. İlya gör ne deyirəm İlya qulaq as. Kalır tek başına. İlya qulaq as gör ne deyirəm. Bax qulaq as eşitirsən məni. Ne qədər ki dükkanda ağından var. Ağından deyirəm sənə. Əldə eləmək lazımdır. Hə? Sabaha qalsa bircə qurtulma tapa bilməyəcəksən. Bilirsən ya, bizdə belədir də, cəmaata sabah maaş veriləcək. Talan eləyəcəklər, bircə qurtulma tapanmayasın. Gəl deyirəm, vaxtını getdir. Ara. Və üstünə, o qırmızıya səndən o qədər də hörmətim yox. Yok, pis içmeseydi Hə. kadınlar çok lazımdır. Yaxşı, qadınlar içərlər, əsas bizik, gör nə deyirəm. Deyirəm, vaxtına tərpənə, üstündə puldan zaddan varındır. Var. Ey. Var. Məndə də biraz var, bizim Lucia verdiyindən. Deyirəm, vaxtına tərpənək də. Dükkana indi gedeydik sana. İndi gedək də, sabaha qalsa bircə qurtulma tapa bilməyəcəksən. Hə, dur. İlya, Mikhail, çatın ana! Ses. Onlar analarının başına yığışıb, vahimə içərisində dayanıb baxırdı. Bu vahimə əvvəlkilərə bənzəmirdi. Bu qorxu kənddə, şəhərdə qabaqlarına çıxan qorxulardan deyil. Bu qorxu
daha vahimeli idi. Çünkü ölüm deyilən şeydən qopup gəlirdi. Ana. Ana, bizi eşidirsən? Lucia! İlya! Oldu. Var. Ançora! Tatyana hələ gəlməyib. Harda olsa gələr. Gələr. Harda olsa çatdıracaq özünü. Ya Rabbi! Mən... Ya Tayana, biz bilirik sən nə deyirsən. Sonra oyadım. Oyadan. Gözüm dinlənir. Oyadarım. Su verib içirsən. Nadia, nə üçün sıyıq bişirsənə? Nilkaya bişirdiyindən duru olsun. Yarma sığdı. Hə, ondan boğazım istansın. Malades! Ya. İlya. Mal olsun sana arvad. Bak, kimin ağlına gələr ki, günlərlə dilin söz tutmuyor. Birden başlayasan büyüdüp tökmeye. O dua özde yarma suyu istəyirəm deyir. Neçə gündə ağzına su da dəyməyib. Yeməyən adama taqət olar. Malades! Görsəli Layana, bu saat pişəcəm. Ay qız, o boyda qazan neymişsən? Bəs nə? Arvad o boyda sıyıq eləyəndi. Bəs nə? Barbara. Ay senin oyunun olsun arvad. Ay senin oyunun olsun. Halal olsun sana arvad. Bak bir de görürsen arvad diyor ki ay benim oğlanlarım, ay benim kızlarım, ben ne de o? Yarıma sıyıq. Ay yarıma sıyığından doyunca yememişim. Halal olsun sana arvad. Malades! Malades! Elə bil ki, mən böyrümdən kimsə düm söylədi ki, uşaqlar gəliblər. Ya Tayana, sənə danışmaq zərərdir. Ayda indi uşaqlarımı bircə kərə gözüm dolusu görürəm. Bir sonunda da ağzıma su alıb, gəlib çıxıblar. Gelmeye gelmiş ya yana. Hər şey qaydasındadır. Biraz yavaş. Görmürsən nədir? Ay. Səsin adamın başına düşür. Barbara. Oyanıram, baxıram, öz gözümə inanmağım gəlmir. Bu mənəm, ya başqasını. Deyirəm, yəqin adam öləndən sonra bir dəfə dirildirlər ki, ürək istəyənə özündən sonra qalanda doyunca baxar. Ne lan şu sana ayağına orada söz ver. Hamısı sizə görədir. Mənciyə oradaydım. Sizi görən kimi qayıtdım. Allah da adıma çatdı. Sözün nəzərini gətirə bilmirəm. Nəfəsim çatmır. Ha, vaxt gəlmisiniz. İlya ilə mən dünən axşam. Mən üçün pay gətirməmisiniz. Heç çatdıra bildin ki, Ayana. Gəmiyə gücdən çatmışam. Elə özüm üçün yox, Mənim arıq qəlb alan Nilkayçım. Gedib dükandan bir şey alma. Heç nə lazım deyil. Deməyinə baxma. Gedərsən. Gedib al. Ay Varvara. Dönənləri eşidirdim. Mənim üstümdə necə hönkürürdü.
Gör ne deyirəm, bax ayana. Sağal dur ayana, sağal dur ayana. Hamımız yığışaq, gedək şəhərə qonaq, hə ayana. Hamımız yığışarıq, gedərik bir yerdə qonaq. Gedərik. Ha, getməzsən ayana, çıx yox ayana. Getməzsən ayana. Ya. Əlinizin üstündə aparın. Ya. Ya. Ya neyinişlə? Anamızı aparın. Tözü oldu da söylüyor. Bircə Tançoranı görə bilsəydim, Öşkəl çıxdı, gözüm qaldı yolda. Ayana, onun yolu uzaqdır. Siz də özünüz də bir hovur qalın yanımda. Hələ getməyin. Hələlik heç kəs getmək fikrində deyil. Olar qalın. Bir gözüm dolusu görüm sizi. İndi sizi gördüm. Elim açıldı. Sonrasında cıngırım da çıxmayasıdır. Niyə çığırtın çıxmayacaq arada? Biz nə kârəyik ki, sən özünü bizim yanımızda təmizə çıxarırsan? Anacan, sən Allah elə demə. Yoxsa ağlaram. Ayana, ayana. Gözümü açıram. Sizi görürəm. Dünyanı mənə verirlər. Bir dolar, bir quş alaq. Harısı uçub gedər. Abiyə bir olub danışam. Mikhail, yaxın gəl. Hara gəlin? Bura gəl, bura. Deyib ora getmək. Gəldim. Sonra? Nə sonra? Nə oldu? Hələ bir soruşursan da. O nə mələfədir yazıq arvadın altında? Heç utanmırsan? Axı o sənin anandır. Pambıq parça dükanının müdürü zadam. Nədir, hə? Nə olub ki? Niyə? Heç olmasa deyə bilərdim ki, yusunlar. Mən Bu evin sahibi sənsən. Lucia! Səsin qulağına nədir xoş gəlir? Daş qışqırırsan. Məndən daş xəbər almırsan. Xəbər al deyil. Ayana, mənim sözüm Mixailədir. Səndən deyiləm. Ağlıma yerləşdirə bilmirəm. Ağlıma yerləşdirə bilmirəm ki, bizim anamız görünə gündə döşəyağının üstündə yatır. Heç kəs heç qulağına da deyil. Elə bir belə lazımmış. Döşəyağını sən lap yekə dərd elədin. Nə olub ki? Gəlini pərt eləməyinə dəyməzdi ağlamaq. Onun nə təqsiri? Deməklə neçə kərəm deyib. Yerimdən tərpənmər. Mən gəlinə bir söz demirəm. Bəs kimədir? Qızım sənə deyirəm, gəldim eşit. Mənə yetirən odur. Mixail deyil ha baba. Nə bilim vallah, nə deyim. Bilmirsən, danışma. Sənə bir söz dedim. Mən nə dedim ki? Ben burada özümü sözümü bilməyəndə Miranixə gəlməmişdi mənə dəyməyə. Yox, yox deyəsən. Eşitsə yürüb gələsidir. Ana, hey! Ana, hey! Ay ana, bax, sən etiraz eləməzsən ki, sənin sağalmağın şərəfinə 1-200 vuraq getsin, ha? Düzdür. Ay kişilər, kişilər. Nə olub ki? O araq zəhrimarsız yaşaya bilməzsiniz yəni. Batı bir yerləri, oldu. Düzdür. Ha, Neynək? Könlünüzə düşübsə, için getsin. ay ana, bax, biz içməliyik, sən ki sağalmısan. Aa, bəsünə. Sənin sağalmağın şərəfinə istəyirik 1-200 vuraq getsin. Ha. Ha, biz içmərik yana. Sən sağalmısan, biraz iştahımız açılsın. Biraz. Əşi, istəyirsiniz laf Əzrailin sağlığını için. Danışırlar. Yüksəlik, lap ona da içərək. Narahat olma. Gəl. İsmail.
ki, mən təpinirəm. O da qayırır ki, arvad yatmısan, yat, qıfılla. Çarəm nədir? Belə denəm. Sonra yatıb ağlı başına gələndən sonra yeni olur əl tutusu. İçməsə yaxşıdır. Bəs mən nə deyirəm? Uşağın o kəsin ki içir. Ama ağlı başındadır. Yatıb yuxuma girməzdi ki, bizim Mixail düşür. Kör kör, gör gör. Baba, bu ağırlığında arvad. Yalan danışmayacaq ki. Danışaram. Danışaram mən ondan. Günlük əskiyə tükərəm, onda bilən. Təbirlənmə bala. Ən yaxşısı odur ki, qalın mənim yanımda yaşayasın. Mənə görə bir-birinizlə üzgöz olmuyor. Mən ölüb gedəsiyəm. Arvad! İşlerin necədir, hə? Sağalırsan? İş nədir, hə? Ne olub ki? Anamız ölüme çeyrek etmeye geldi ki, Ha? elini görmezde tut, kaçtı. Görmezde tutmasın. Oldu. Əcəli anlatmaq olmaz abala. Sen Necə ana, ana? ayağına. Əcəli Ha? anlatmaq olmaz. Düz deyirsən. Ayağına sen Ama aldattın da. Ha böyle əcə verədin. Bu boyda dünyada əcə elə girəyib sana aparmalıydı. o kadar adam var ki, ha? Düz deyirsən. Utanmaz. Sen danışma. Senin kimi adamın danışma hakkı yoktur. Niyə? Mən danışmayım. Mən sənin yerində olsam Mixail, ağzımı açmaq utanardım. Bu nə biabırçılıqdır? Adam xəstə olanda başına belə oyun gətirirlər. Yadında qalsın. O bizim anamızdır. Onun başından bir tükəsi yoxsa... Bura bax! Bura bax! Başınıza at təpib nədir, hə? Kimi də onu ələ sala? Nə danışırsınız? Hə? Sən, Mən? sən. Neyləmişəm ona, hə? Sənin için adamın doldu deyən. Döşə gəlsin. Mən sənə xan verdim. Sən dayan qarı! Sən dayan! Görək qızın nələr deyir. Döşə gəlsin. Qurban olasan bu arvada. Səndən söhbətimiz qaldı sonraya. İlya! Yatı be! İlya! İlya! Yatmısan? Gör neler baş verir burada. Bunlara bak! Bunlara! Bunlar elə bir dağına bacı değiller Hey! mən üçün. Hərəsi də bir tərəfdən düşüblər üstümə. Mixail, səndən söhbətimiz qaldı sonraya. Düz demir, hə? Hayır. Sen düzelemirsin. Ananı incitmek olmaz. Düz deyirsən İlya. Ananı incitmək olmaz. Mənsə anamı heç vaxt incitmirəm. Heç. Hə? Ana, bizi dünyaya getiren ulu bir şahsiyet. Şəxsiyyətdir. Ana, anam müqəddəsdir. Müqəddəsdir. Ya, Bəs nə? Düz deyir İlya. İlya, bax.
mən sən deyənlərin hamısını başa düşürəm. Ha, özü də elə başa düşürəm. Mən bilirəm. Mən bilirəm bunlar mənim əlimdən niyə belə yanıqlıdırlar. Zarafatdır bəyəm. Zarafat deyil. O boyda telegram vurasan, onları yerlərindən, yurtlarından didərgin edib çağırasan bura. Digər ki, arı var. Əlviyə. Bax, sağdır. Belə çıxır ki, belə çıxır, mən sözləri anlatmışam. Düz demirəm? Hə, ya. Mixail, sən nə danışdığını bilirsən? Bilirəm. Heç utanırsan? Niyə utanmalıyım? Sən? Sən heç olmasa o arvaddan utan. Niyə utanmalıyım? Vicdansızsan, hayatsız adamsan sən. Sən də danışırsan, sən saxla. Gülmə şəkər. Hə, gülmə şəkər. Mənəm gülmə şəkər. Bəslə. Mənəm gülmə şəkər. Mənəm gülmə şəkər. Mixail. Ay ana. Hayır. Sen düzelenmirsin. Yenə düzələmirəm. Sen düzelenmirsin. Böyle olmaz. Yaxşı ya. Madam ki olmaz, onda eləmərəm. Bilemem. Sən ki məndən böyüksən, sənin sözündən çıxmayayım gərək. Mesele Hə. onda değil. Başa düştün? Mesele onda değil. Bilirəm ya. Məsələ onda deyil. Mesele Bilirəm ya. Məsələ onda deyil. Para yettiler bunlar. Kişiler de dallarıca. Hamamda vardı yine. Seni gidi dünya. Gör bir neler olur. Biz insanın qüvvəsi. Həmən qüvvənin mənbəyi haqqında danışanda başa düşürük ki, həmən qüvvə bitib tükənən deyil. Aa. Durub oturmusan nədir? Görmürsən, Bəyəm sənə belə oturmaq olar? keyfim beləsir, oturmuşam. Kimin nə borcu var? Müğayət ol. Aşıb düşərsən yerə. Özüm bilirəm. Aşıb düşərəm ya yox. Yatmışdım. Nəsə belə bəd yuxu gördüm. Yadımdan çıxdı. Yuxuya pis deməz də. Madam ki yadımda qalmayıb, hardan bilirsən
Cengiz, bir Mirani hayazından haber ver. Tek tenha, kapısını açan yok. Bir gün ölüp kalacak evde. O niye ölür ki? Başıma xeyir. Niye? O dünyanı tutup dayanacak mı? Vallahi bugün kulak verdim. İğneyi ömelemedim. Hiçbir hemit eşitmedim. Git baş çek. İnan onun yerine. Benim ürəyim ağrıyır. Arada vaxt edib gedərəm. Git baş çek. Kim yatmış? Kim o ya? Geldi. Adını çek, kulağını vur. Kim yatmış? Kim o ya? Agara girmiş. Sarsan hele. Necə ki görürsən. İkinci gün də o dünyadan qayıtdım. Sənə deməyirlər bəyəm. Əzrailin sənə gücü çatmır. Apara bir sənin. Mən bunun xeyratını yeməyə gəlmişəm. Neyləm indi qatıb sümüyə dönüb. Bu aqibətli xeyr elə necə görmüşdümsə elə eləcək. Aqara görmüş. Nə vaxt itib ölüb gedəcəksən, ha? Nə vaxtacan qarra tikan olub gözümüzə batacaqsan. Ağı səni gözləyirəm də. Məni niyə? Aparacam özümdən. Sən zəhmət. Mən çarxaram orada. Oy, İkimizə bir koma vəsiliyə. sən zəhmət çəkib məni gözləmə. Bir-iki yer var deyməli. Ora sənlə gedincə birinin qocadan zaddan vururam qoltuğuma aparım. Bəlkə də orada oğul uşaq sahibi zad olur. Allah hətmi töksün Mirani xan. Zarafatlı. Xırlar gəlib bir qopub mənə dəyəndə. Mən sabahın gözü açılandan var-maranı dəng eləmişəm. Get bir Mirani xadan xəbər tut. Gör hayandadır. Ay qılçan qırılsın səni. Ağartmış. Qılçam gerçək sınır valla. İndi oturmuşam. Ayaqlarım göyüm göynüyür. Sən deyilə. Neçə gündə ayağım altıma gəlirmi heç? İnəyim idim. Tapa bilmirəm. Qapıya gəlmir xeyrata kəsilmiş. Baxsana. Verirəm axı. İnəyin səsi gəlmir qulağıma səhər o başlandı. İndi inək hardadır deyirsən? Bilsəm hardadır deyərəm də. Mən özüm bilmirəm. Birinci kərəmdir bəyəm itdiyim. Amma bu dəfə nə sürəyim yerinə gəlmir. Eşitmisən? O qalıb evin danasını ayı dağıdıb deyirlər. Hə, eşitmişəm. Harda? Uşaqlarda. Hə, deyir, dünənlər onbaşı Dinha meşədən gəlirmiş. Bir də nə görsə yaxşı. Görür ki, otlar qızarıb. Əylidir, baxır. Nə görsə yaxşı. Görür ki, dananın cəmdəyi kolların arasında. Yanında deyir bəncə. Gülkənidə gidib bir dabanına. Bir də həyətdə dayanır. Gülmə qonşuma, gələr başına. Ay kız, Allah'ın altında mən olayım. Hə, o ayının başına bir oyun gətirərdi. Elə bilərdi, əcəliyim, yapışmışam xırtdəyinlə. Sən bir yerli yataqlı danışsana. Dananı harda dağıdıb ayı? Az karsan, Hə? deyirəm karsan. O çayın vurulan yeri var
sabah tezdən gəl. Mən qalmışam tək dörd divar arasında. Dediler İlya gelir. Dedik eşi ne vaxtdandır görmürük. Ha gedək bir baş çəkək necə olsa düz demirəm həm tayıq. O qədər xətəkarlıq eləmişik ki. Oldu. Ayaqyalın başı açıq bu kənd arası qaçdığımız günlər yadındadır İlya. İlya, bax sənin o yadındadır ki, o da onu yaman eləmişdi.
Qaymaqdır, qaymaq. Qaymaq? Geçsin, heç. Ha. Stefan. Ah, gözlə, gözlə heyvan. Bəh, 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 bəh. İlya, yolla gəlirəm. Yox, bu deyil. Onu ver. Yolla gəlirəm. Gedirəm evə sarı. Az qalmışdı hədəfdən yan keçir. Elə bir-iki addım atmışdım, gördüm qulağıma səs gəlir. Gəlir. A dedim baxım görüm. Bu nə yığıncaqdır günün Əcəb elədi, qulağına. əcəb elədi, Hə, əcəb elədi. Siz nə siz? Görürsən də bizim vəziyyətimizi. Anamız yatıb orada. 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 Ha, indi də biz də belə qərarı aldıq ki, yığışaq. İndi birdən oldu belə, olmadı elə. Anamızın yanında olarıq. Stefan, deyirəm sən lap əntiq elib gəlmisən, Səni gördüm, yaşayam. Bax, sənin o qaynanan var idi, iki arvadının başına min bir oyun açmışsan. Bir onlardan danış görək. Danış. Barmağına doluyub İlya, sən bilmirsən. Danışmalı bir şey yoxdur. Necə yəni yox? Ən yaxşısı o şəhərdə gördüklərindən var. Şəhərdə gördüyüm. Danış. Danışacağım ama birinci içək. Sağ ol İlya, yaxşı gəlmişsən. Hoş gəlmişsən İlya. Danış. İlya, Danış görək. keçən yay şəhərə yolum düşdü. Aha. Qadınlara doyunca baxdım. Dedim heç olmasa bu boyda şəhərdə belə əhdi canlı bir arvad görə bilim də. Görə bildin? Ha, Mixail. Bax rast gələndə ürəyim şad olur. Allah sənə şükür. Ay Allah sənə şükür, ay Allah. İlya, bax diqqətlə bax. Bax beləsi. Beləsi. Oldu. Arxadan da bax belə. Beləsi. Diqqətlə bax. Düzdür məndə yoxdur amma göstərir. Bax. Beləsi. Yolla gedir. Allah belə. Baxırsan ki, bunun da atası olub da. Bunu da bir ana doğub da. Bu da adamdır. Yaxşı Stefan, yaxşı. Yoxsa o bilmər. Çoxsu da bir de bu cavanlar. Hamısı arıq sısqa. Bir yer yoxsa ki tutub yapışarsan. Belə tutmağa yer yox da. Söz. İlya, ama fərqi bundadır ki, birinin çulu başqadır, o birinci başqa cürə. Hamısı da nervinlidir. Nervinli. Bir şey olan kimi, oy benim nervilerim pisdir. O bizdə qayıdır ki, oy benim nervilerim pozulur. İlya, bax əlləri, ayaqlarla gün görməzlər də nervinlidir. Qaynımın evində qaldığını dörd gün. Onun da arvadı beləsindən. Nervinlidir. Bir şey olan kimi, o saat yürür xəstəxanaya. Mən orada olanda hər gün xəbər alıram ki, hara sağlıyor. Mən də onu soruşanda deyirəm, hara sağlıyor. Hara sağlıyor? Əsəblə bağlıdır. Yox, konkret. Hara sağlıyor, bir yer ağrımalı da bu bədəndə. Ümumi zəiflikdir, sizlər başa düşməzsiniz. Yox, bu qadındır, arvaddır, nədir, əllərindən bir işləndir. Belə getsə, hamilə qalmağı, uşaq doğmağı da yaddan çıxaracaq. Bəs müharibə olsa necə? Keçən müharibəni yarı-bayarı bizim arvaddan utdular da. Düz demirəm İlya. Elə götürək sizin doğma ananız Anna xanım. Ne olub ki bizim anamıza? Heç nə olmuyor, Allah can sağlığı. Deyirəm, yəni Allahın altında bütün arvadlar ona oxşayır. Kimin dil gələr ki, Anna xalayı güldən artıq söz desin? Heç kəsin. Ona görə də belə bir arvadın sağlığına içmək günah deyil.
Bəsinə, anamızın sağlığına lap çox lazımdır. Anam! Ana! Bizi dünyaya getiren o bir şahsiyettir. Ana! Ana müqəddəsdir. Sağ ol. Öz deyirsən İlya. Ana! Sağ ol, sağ ol, sağ ol, sağ ol. Sağ ol İlyas, sağ ol. Sağ olasın. Oy maroz maroz. Gördünüz? Ben demiştim. Ölmedi. Bağırmadı diyorum da ölmedi. Keyfi istedi ölmedi. Ay sağ ol. Sağ ol. İnanmırsınız? Gidin bakın. Oy maroz maroz. Ben nasıl danslar da? Mahnı oxuyur. Siz? Ha. Ben de okuyacağım. Oxu. Oxu da oxu. Size böyle geçen Rus manısı. Oxu oxu. Oy maroz maroz, ni maroz minya, ni maroz minya, mojewo konia, ni maroz minya, mojewo konia. Yox, bir dəqiqə gözlə. Belə mahnı yox, Belə hərəkətli mahnı istəyirəm. Oynamaq istəyirəm. Hərəkatlı istiyorsan hərəkatlı. Hərəkətli oxuyun da. Bak ya, dur. İlya, diqqətlə bax. İlya! Lyusya! Ana ayıldı! Ne olur? Lyusya! Öf, oldu ha. Aya nerede olsa gelip çıkar da gelip çıkar. Bilmirik. Vallahi yana bilmirik. Ha, gelip çıkar. Harda olar gelip çıkar. Dünənləri də belə deyirdiniz. Bəs xanım. Ay ana, gələr hər şey özündən soruşarsan. Bəlkə başımda bir qəziyə var balamı. Başlandı. Mənə demirsiniz. Ağladırsınız məni. Yallah be ayana. Ne danışırsan? Onda bəs xanım. Niyə gəlmir? Niye geldin, niye geldin? Biz hardan bile ayağına niye geldin? Biz hardan bile? Bəsdir, qutarın bu söhbəti. Sizin Tançora gəlməyəcək. Hə? Telegram vurmuşam ki, gəlməsin. Niyə gəlsin axı? Niyə gəlsin? Gördün neyləmsən? Neyləmişim? Ne vaxt vurdun
Arvadın alı yaxşılaşan kimi. Bəs niyə dinləmirsən bu vaxta canım? Nə bilim, içməyə başın qarşısı yadımdan çıxdı. Sən dəqiq bilirsən ki, telegram yoxsan. Əlbəttə, inanmırsan get poçta yoxla. Gördün? Söhbət oldu, indi yapma. Gördün ayarma. Senin transferime hiç sana olmuyor. Allah! Ha. Sən niyə belə eləmirsən, ay Mixail? Niyə? Niyə? Sənin əhvalın yaxşılaşdı. Mən fikirləşdim ki, o boyda yolu xərc çəkib gəlməsin. Ay ama, ora deyil, bura deyil. Ürəyin daşdı, nədir sənin? Necə qıydın? Qoymadın. Qoymadın balam gəlib məndən halallıq alsın. Özdə görürsən, gözüm yoldadır. Mixail, sənin nə ixtiyarın var ki, bizdən məsləhətləşmədən belə bir iş tutursan? Düz deyir. Cızığından çıxmağına bax. Elə bilirsən sənin qabağına alan tapılmaz. Tapılar lap o yana da keçər. O qədər sənin kimlərini yerində oturduqlar ki. Bilirəm, bilirəm. Sən bunu qəsdən eləmsən. Axı nəfəsində də qoymayacam onu rahat ölməyə. Bilirəm. Hay Allah, sən Allah özündən çıxarma. Qəsdən niyə eləyirəm? Qəsdən. Əlbəttə qəsdən. Ay, mənim qorxan yerim yoxdur. Elə bilirsən deməyəcəm. Ürəyimdə qalasını. Yadımdadır məni qorxutduğun. Heç nə yadımda deyil. Nə deyirsən ha? Olmaz da. Bir gün gəldi kefli. Bir, sənin ondan xəbərin varmı ki, bizdə 70 yaşdan çox qoyurlar yaşamağa. Necə yəni, yox? Qəzetdədir. Özüm oxumuşam. Yazıq arvadın başını oynatırlar. İnsaf yox, mürüvvət yox. Ay ana, sən Allah nə vaxt demişəm sənə bu sözü? Sənə yadından çıxıb. Məni dəli eləyib qoyub onda. Çıxıb zad eləməyib. Mixail, bu nə deməkdir? Xəbər alıram, bu nə deməkdir? Yazıq arvadın başına bunu oyunda açırsan. Heybərəli idi bu. Ondan da pis. Düz deyir. Utanmaz. Yaxşı. Yaxşı. Lap yaxşı. Bəlkə deyirəm, sizlərdən biriniz aparacaqsınız onu. Ha? Aparmaq istəyirsiniz, buyurun aparın. Ne oldu? Niye sustunuz? Ha? Kim aparsa üstünde iğneyi de vereceğim ona. Ha? Ben pis evladım da. Öz anasını en çok kim istiyorsa buyursun. Nedir? Niye dillənmirsiniz ha? Lucia. Bəlkə deyirəm elə sən aparasan, ha? Bir fikirləş. Arvad sənin yanında yaxşı dincələr, istirahət eləyər. Nə bilim, inəyi də çəkərsən bazara, pulun da olar. Arvad yazıq nə yiyəcək? Bu saat onunki bir sərçə yeməyidir. Sənin də əsas düzlüyün lazımdır ona. Sən də bizim aramızda belə baxıram düzlük, ədalət tərəfdarısan. Belə hər şeydən də başın çıxır. Arvadın altına təmiz yorğan döşək salarsan, yanında oturub mühazirələr oxuyarsan, o billəri qamarlamamış, sən götür arvadı, nə dayanırsın? Hə? Sənin deyəsən ağlın çaşı baxın. Niyə ki? Bəs, bizi bir yavru eləmə, bəs. Biri də bu yandan çıxdı. Ona qulaq asmayın, inanmayın ona. Yaxşı, neynək? Neynək? Mən dəli olmuşam. Heç dop-doğma ananın, dəlinin, zırramanın,
heyvərənin yanında qoymaq olar? Yox. Varvara. Yaxşı. Sən necə baxırsan bu işlərə? Heç dillənmirsən. Bizim yerimiz dardı. Aparardım dardı. Biriniz var. Ha. Yəni inəyi bağlamağa da olsa yeri yoxdur. Yo. İnek için yer var. Var. İnek için yer var. Nerede? Tövlədə. Tövlədə yer var. Tövlə. Heç doğma ananı, dəlinin, romanın yanında buraxmaq olar? Tövlədə deyil. Tövlədə. Deməli, inek üçün yer tapırsan, Deməli, inək üçün. Sən, inək üçün yer tapa bilirsən, doğma anan üçün yer tapamırsan, hə? Əlbəttə onu tövlədə axurda yer eləmək olmaz. Çünki, bir ildən sonra gəlib bir nəfər deyəcək ki, Varvara, bu nə biabırçılıqdır? Mən də o deyəni deyəcəm. Çünki mən də istəmirəm mənim anam axurda yatsın. Mən də istəyirəm ki, mənim anam əsl insan kimi ömürsün. Mikhail, İlya, sən lap yadından çıxmısan. Yaxşı, sən necə baxırsan bu işlərə? Bax, gör nə deyirəm, yaxşı qulaq. Sən onsuz da bütün gün işdə olursan. Arvadın da evdə qalır tək başına qulu. Heç olmasa qulaq yoldaş olur ona, kömək eləyər. Nə deyirsən, qardaş? sən dedim ki, çox içmə. Sənə dedim çox içməyələ danışırsan da, özün də bilmirsən nə danışdın, o dua. Yaxşı. Deməli belə. Deməli, heç kəs öz anasını yiyə durmaq istəmir. Heç kəs, heç kim. Yaxşı, bəlkə inəksiz, hə? Burada, yenə götürən yoxdur. Aydındır məsələ. Onda bilirsiniz, gedin neyinin? Az qala demişdim. Onda qoyun dilinizi dinməz yerinizə, hərəviz bir tərəfdən qıçıma hürməyin. Sən dayana. Gözünü yuxuya ver. Bax, harada yatmışsan, elə orada da yat. Sən bax bu yerdə. Bu yerdə yatanda bunlar sənin qədrini daha çox bilirlər. Bunu bir dəfəlik bil. Allah, benim canımı alsana. Ben hazıram. Kurtar beni bunların elinden. Ecelimi tamam eyle. Perverdigara, benim taksiri günahım nedir? Başıma ne azap verirsen, niye aparırsan beni? həmişə sabahın açılmasına sevinən qarının bu səhər yer üzündə ən zəhləsi getdiyi bir şey vardısa, o da xoruzların səhər balı idi. Yok istəmirəm. Bəsdir. Yaşamıram. Bu mən deyiləm. Kimdisə başqasıdır. Mən dünən ölmüşəm.
edirəm Pərverdigarım. Sənin yanında nə günah sahibiyəm. Yoruldum yaşamaktan. Bəsdir. Ya bir də uzanmaq istəmirsiniz səyəm. Onda nə deyərlər ona qulaq asır. Ayaq gərəkdi gəzə. Yeriyin. Yeriyin. İndiki belədir. Saxlayın məni. Yeriyin. Hara belə? Eyvana. Qarayeç özü də bildirdi ki, evdən niyə çıxır. Bəlkə ümid edirdi ki, ürəyi bu ağırlığa dözməyəcək. Elə yolda yıxılacaq və bununla da hər şey yoluna düşəcək. Xeyr, bundan da bir şey çıxmadı. Ürəyi tab gətirirdi. Burada nə gəzirsən? Ay qartımış. Görürsən. Çıxdın axır ki. Çıxdım. Ölmədim. Allahdan ölüm istəyirdin. Necə bəyəm? Vaxtın tamam olmayıb deməli. Lap əsl vədəsi idi. O göydəki kişinin özü bilən məsləhətdir. Çıxdım. Bəlkə Əzrail məni gözümdən qaçırıb tapa bilmir. Gözünə gör. Çıxmayan cana çarə yoxdur. Səninkilərdən bir xəbər ətər yox. De ki canları sağ olsun. Heç olmasa sən yaz onlara məktubdan zatdan. Nə yazım onlara? Onlar bilmir bəyəm ki, mənim əlimə qələm alan vaxtım çoxdan ötüb. 85-dən keçmişəm. Nə yazım onlara? Vəziyyətləri, güzaranları yaxşıdır yahu. Onun üçün gəlib getmirlər. Güzaranları pis olsaydı, kağızları gələrdi. Nə bilim vallah. Bu kənddə qarib qocalıb ikimiz qalmışıq. Bizdən sonrasına yoxdur. Bizdən sonra gələnlər yazı pozu bilir. Dünyadan baş çıxarırlar. Bizim zəmanəmiz keçir.
keşişdən keçdi, xəbərim olmadı. İlya! Lucia! İlya! Maşallah, anamız həyət bacanı gəzir. Görürsünüz, çıxıb təmiz havada oturur. Çıkmışsan ayağına. Çıxmışam. Özünü necə hiss edirsən? Belə. Dünənkindən yaxşı. Ejdersan ot dua. Bəlkə apardı səni ilə. Ha, koy temiz havada kalsın. Onda gedim yorğan gətirim. Yastıqda. Arvat. Arvat. Ay. Birazdan durum yallı oynayacaksan ha. İştahına var, iştahına var. Boynuma al, lütfen. Kıkar bilir görürsen. Ay senin mezan olsun abi. Birazdan durup vals oynayacağım. Lucia. Ades. Otur. Sen Mikhail'la barışdın. Bütün taksir məndədir. Əvvəlindən başlayın. O da özünü dərd etmiş. Niyə? O inciyi bilər mən yox. Çox Dünən maraqlıdır. hamıyla höcətləşdin. Anamız da pərt elədi. Mən onu pərt eləməmişəm. Nə oldu ki? Neynədir? Olan olub, keçən keçib. Şey, sen telegramı ne vaxt vurdun ki? Ben gördüm. Bütün yeni bir yerde olmuş. Şimdi mən ara telegram ara səndə. Özün dedin daha. Özün dedin ki Tanrı oraya telegram vurmuşam ki gelmesin. Ne diye adından çıkıyor. Çıxıb zad eləməyib. Özün elə dedin ki, arvadın gözü qalmasın. Yazıqdır, görmürsən? İlya, Ya, böyle bilsinlər, telegram məsələsi olub. Heç kimə heç nə oldu. sənin xəbərin varmı ki, gəmi bu gün gedir? Bir də 3 gündən sonra olacaq. Neyini? Özüm bilməm, qala bilmərəm. Mən gərək bu gün gedim. Ana sağ ol. Hadi. Malades! Malades! Sağ olun, hemen de gel. Hey, hem Varvara. Nə dayana? Otur. Xeyirdir. Öləsiyə. Başlama da yenə. Öləcək. Üstümdə ağlayan olmayacaq. Öz dediyini deyirsən elə. Bilirəm. Heç kəs ağlayan deyil. Ümidim sənədir. Öləndə üstümdə ağlayarsan. Öyrədərəm. Qulaq as. Qərib can ey! Anam ey! Ana ey! Yavaşlarım! Sən lap geç eylədin. Ölməmişsən. Mənə sağam. Qulağım məndə olsun. Qəlbimi qoymazdan. Qərib can ey! Qəribliyə qədər oldu. Qərib can ey! Ana ey! ne olur? Nə konsertdir? Anamdır da. Yaşlı atam değil. Öləcək. Ay ana! Sən kimi çox istəyirsən, onun canı tutar bu söhbətləri. Sən elə çox yaşayacaqsın. Ha, 100 yıl yaşayacaksan o dua. Ah, Malades! Malades! Bizsə bugün getməliyik. Ha. Nə oldu birdən-birə? Bugün gəmi var, bir də 3 gündən sonra olacaq. Yox, yox.
vacibdir. Ne olub birdən-birə? Elə bir ögeysiz. Bugün getməyin, qalın. Adama nə deyərlər? Bugün olmaz. Heç olmasa bircə gün də olsa qalarız. Ay ana, axı biz öz başına deyilik, işimiz gücümüz var. Öləcəm. Vallahi öləcəm. Bax görərsiniz. Elə bu gecə öləcəm. Mən gözlərimi yumanda başımın üstündə olasınız Lyusya. İlya. Bu gecəni də qalın. Bu gecə öləcəm. Ay ana, sən özün də yaxşı bilirsən ki, tamamilə sağalmısan. Yaşa, həyatın ləzzətini çək. Gələn yay mütləq gələrik. Yay nədir? Yay nədir? Ondandır hə? Ay ana, bax gələrsən bizə, lap sırkın böyründə yaşayırıq. Orada o qədər təlxəylər var. Çəkil o yana, o qədər güldürəcəklər səni, Bir gün gec ya bir gün tez. Qalsaz yaxşıdır. Gecliyi tezliyin yəqin ki, mən səndən yaxşı bilirəm. Madam ki, belədir, Yaxşımaq lazım. mən gedim yığış. Yunus, paltar söz vermişdin mənə. Ben bir yol qabağı belki atıştıramaz. Xətrim istəmir. Madam ki hamısı gedir. Bir yerdə darıxmanıq heç olmasa. Barbara. Ay ana, bilirsən valla, uşaqları tək qoyub gəlmişəm. Əllərindən bir xəta çıxmasa yaxşıdır. Elizadə otduyarlar. Çıxın gedin. Hamınız gedin. Молодец! Молодец! Ay, anamıza bak. Ay ana, yayda gələcək. Молодец, Sayana, молодец! Al. Молодец! Hoppa! Gələn həftənin içində gəlib deyəcəm. Hə, yol qabağı oturaq. Hə, Gerek. İlya qardaş, buyurun. Oldu var. Gözüne getir. Öyle koy bunu. Oldu var. Malız! Malız Sayana! Oldu var. Görüşürüz. Sağ ol. Geç. Eybi yoxdur. Heç eybi yoxdur. Bu vaxta qədər necə yaşamış? Bundan sonra da eləcək. Özün də mənə acığım tutmasın. Bilirsən də, mən axmağam. Axmaq adamam mən. Özü də lap yekəsindən. Sən heç ürəyini sıx. Ah
gecə qarı dünyadan köçdü. Thank you.